Bu günlərim Türkün tarixi, Göbəkli Təpə və Daşbabalar haqqında ümumi mövzudur. Günümüzün mövzusu Göbəkli Təpə, Türk daş babaları ilə bağlı olan bir mövzu olacaq. İndi bilmirəm, hər iki mövzunu ayrılıqda bilən yoldaşlar yəqin ki, düşünür ki, Göbəkli Təpə ilə biz Türk daş babaları və təbii ki, Türk kültürü, Türk ulusu arasında hansı əlaqəni qura bilərik. Bu yüzden də mən ilk öncə istəyirəm bir ümumi Göbəkli Təpə haqqında qısa bir məlumat verim. Daha sonra Türk daş babaları haqqında ümumi bir məlumat verim və bunun üzərinə də mənim apardığım təhlilləri sizə göstərim. Demək, Göbəkli Təpə günümüz Türkiyə ərazisində, Şanlıurfa ərazisində olan bir tikilidir. Burada demək, təxminən 1995-96-cı ildən sonra arxeoloji qazıntılara başlanıb və müəyyənləşdirilib ki, burada bir neçə tikili kompleks var. Bunları şərt olaraq ABC formasında qeyd edirlər. Yaşının 12 min il olduğunu düşünülür və bunun altında və ətrafında da yenə buna bənzər tikililərin olduğu müəyyənləşdirilib, lakin artıq qazıntılar müəyyən səbəblərdən dayandırılıb. Təbii ki, bizim aparacağımız təhlil həmin əlimizdə olan verilər, məlumatlar əsasında olacaq və Göbəkli Təpə mərkəzində 2 T şəkilli böyük sütun və ətrafında 10-12 sütun olan bir tikilidir və bunun da bir neçəsi artıq qazılıb müəyyənləşdirilibdir. Artıq qeyd etdiyim kimi bunların bənzərləri də ətrafında və altında var. Və həmin bu tikilinin məbəd olub olmaması və ya sirlərinin konkret olub olmaması dəqiq deyil. Düşünülür ki, ortada olan 2 T şəkilli sütun böyük ehtimal ki, insanları təmsil edir və bu zaman ətrafdakı 12 sütunun nəyi təmsil etdiyi sual altında qalır. Və həmçinin bunun üzərində buğa, donuz, quş rəsmi var və həmçinin ortadakı 2 T şəkilli sütunda sanki əli ilə belini tutmuş formada 2 əl rəsmi var. Həmçinin sanki toqqa formasında olan yerdə isə günümüz kiçik M hərfinə bənzər, lakin orta xəttinin daha uzun olduğu bir rəsm və onun əksi olub yuxarıya baxan yenə bir kiçik M rəsmini xatırladan bir rəsmin olduğunu görürük. Həmçinin burada hilal, yəni yarımçıq ay formasında bir damğa, onun üstündə dairə forması və ortasında bir nöqtə olan damğa var və həmçinin əsasən günümüz X hərfini xatırladan simvolların olduğunu görürük. Bununla bərabər burada demək qurd və ya çaqqala bənzər bir damğanın simvolunun olduğunu görürük. Eyni ilə Göbəkli Təpədə təxminən həmin rəsmin bənzərini daha sonra çatal höyükdə olan aslan və ya bəbir rəsminin olduğunu görürük. Və Göbəkli Təpədə həmçinin demək başı kəsilmiş formada bir insan rəsminin olduğunu görürük. Bununla bərabər bir quş, ağbaba deyilən quş növünün olduğunu və qanadının üstündə bu formada qanadını tutur və üstündə bir dairə rəsminin olduğunu görürük.